إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Əziz və dəyərli olan qardaşlarım, ilk öncə hər birinizi salamlayıram. Esselamu aleykum və rahmetullahi və barakatuh. Və daha sonra özümə və sizlərə Allahdan haqqı ilə qorxmağı, təqvanı tövsiyə edirəm. Çünki təqva hər bir xeyrin əsasıdır. Və daha sonra qardaşımız bizdən nəsiyyət istəyib və nəsiyyət də ondan ibarətdir ki, kafirlərlə tam əlaqəni kəsmək, yəni boykot etmək olarmı və yaxud müəyyən bir malların boykot etmək olarmı? Elə dəyərli şeyximiz Şeyx Arafat İbn Həsən Əl-Muhammedi Hafizahullahın bu barədə gözəl bir nəsiyyəti var. İstədim ki, onu tərcümə edim, elə sizinlə bölüşüm, həm özümə faydalı olsun, həmçinin də nəsiyyət istəyən qardaşlarımıza, ümumi qardaşlarımıza faydalı olsun. Dəyərli qardaşlar, ümumən etdiyim tərcüməni oxumağa başlamamışdan əvvəl nəsiyyət etmək istərdim ki, elhamdülillah, sələfin yolu nimətdir. Allahın bizə verdiyi böyük bir nimətdir. Bizdən əvvəlki sələflərimizin bizlər üçün qoyduqları yol, bizlərə olduqları örnək, nümunə bizim üçün çox böyük nimətdir. Allah subhanahu wa ta'ala bunu bizlərə bəxş edib, nəsib edib ki, biz sələflərə baxaraq onlardan örnək alırıq. Ona görə sələfi adlanırıq. Elhamdülillah. Və sələfi olan kəs heç vaxt öz başına nəsə bir hərəkət etmir, özündən səhər ayılıb nəsə bir yeni bir şey icad eləmir. Sələfi olan kəs öz sələfinə baxır. Bu məsələdə görün mənim sələfim necə yanaşıb, sələfim nə söyləyib ki, mən də onun kimi addımımı atım, onun kimi hərəkət edim, onun söylədiyi kimi söyləyim. Elhamdülillah, bu Allah subhanahu wa ta'alanın bizə verdiyi ən böyük nimətdir. Sələfilik. Allah subhanahu wa ta'ala bizləri həqiqi sələfilərdən etsin. Allahümmə əmin. Və bundan sonra birbaşa şeyxin nəsiyyətinə keçmək istərdim. Demək, şeyxə sual verirlər, Starbucks, oradan kofe alma haqqında sual verirlər ki, onun hökmü nədir? Ümumi qardaşlar, şeyx ümumi nəsiyyət edəcək və şeyxə sual verirlər ki, Mə hukmu şəra qahva Starbucks, yuqal inne zəlikəl məqhə yudafi anil yahud fi müharibəti şə'bil Filistin. Şeyx buyurur ki, Cəzəkumullah xayran və barakallah fikum. Starbucks qəhvəsinin, kofesini almağın hökmü nədir? Deyirlər ki, bu sual verən söyləyiş şeyxə, bu, yəni kofe satılan yer Fələstin xalqına qarşı müharibədə Yahudiləri dəstəkləyirlər. Belə olduğu halda bizim onlardan kofe almamızda hökm nədir? İcazəlidir, yoxsa yox? Şeyx buyurur ki, Allah sizə bərəkət versin. Ən birinci məsələ ət-ticara ma'al kuffar ma'al yahud caizə. Kafirlərlə ticarət etmək, alış-veriş etmək, onlara nəsə satmaq, almaq və həmçinin yahudilərlə hökmü caizədir, yəni icazəlidir. Şeyx buyurur ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm vəfat etdikdə öz zirehini Yahudinin yanında girov qoymuşdu. Baxın, dəlil olaraq, ilk olaraq şeyx dəlildən başlayır, dəlil gətirir. Peyğəmbər sallallahu aleyhi və səlləm vəfat etdikdə Yahudinin yanında öz zirehini girov qoymuşdur. Hansı ki, bu Yahudi haqqında kəmə qalallahu fil Qur'an, Uca Allah mübarək kəlamı olan Qur'an-ı Kərimdə buyurur ki, və qalətil yahud yedullahi məğlulə. Hansı ki, o Yahudilər Allah subhanahu və teala haqqında söyləmişlər ki, Allahın əli bağlıdır.
Onlar belə söyləmişdilər, Yahudilər. Buna baxmayaraq Peyğəmbər sallallahu aleyhi və səlləm bu cür söyləyən Yahudilərlə əlaqə saxlayırdı. Onlardan alış-veriş edirdi. Hətta Peyğəmbər sallallahu aleyhi və səlləm Yahudidən borc almışdı. 30 sa ölçü miqdarıdır, az da deyil. 30 sa miqdarında arpa almışdı və öz girovun da zirehin də girov qoymuşdu Yahudinin yanında Muhammed sallallahu aleyhi və səlləm. Peyğəmbər sallallahu aleyhi və səlləm Yahudiyə Şeyx buyurur ki, sən Yahudisən, sən beləsən, belə edirsən, belə danışırsınız, belə söyləyirsiniz demədi. Hətta Qureyş kafirlərinin də Peyğəmbər sallallahu aleyhi və səlləm onlarla tam əlaqəni kəsməmişdi, yəni onları boykot etməmişdi. Şeyx buyurur ki, əgər siz özünüz boykot etmək istəyirsinizsə edin. Amma deyir, insanları bununla nə üçün imtihan edirsiniz? Şeyx buyurur ki, yəni bununla siz insanları imtihan edirsiniz. Və müqatiəni, yəni boykot etməyi, misal olaraq Starbucks'tan qəhvə alma deyərək, bunu əl-vələ vəl-bəradan, yəni dostluq və düşmənlikdən görürsünüz. Bu cür təqdim edirsiniz. Şeyxin sözü o kəslərədir. Hansı ki, düşüblər insanların canına, başlayırlar ki, bunu alma, onu tök küçüyə, kolaları az tök küçələrə, öz başlarına yəni. Heç kəs onlara nə vəliyə əmr, nə əmr sahibi, ölkə rəhbəri tapşırıq verməyib, hər hansı bir şeyxdən məsləhət almayıblar, alim tövsiyə eləməyib, öz başlarına dururlar cəmaat içində belə bir problem yaradırlar. Hətta şeyx deyir ki, siz deyirsiniz ki, kim boykot etmirsə, la yuqati la imanə lehu. Onda iman yoxdur. Hətta bu cür söyləyirsiniz. Yəni var qardaşlar, bu cür cəmaat var, yəni bu cür hizblər var. Allah onların fitnələrindən, şərlərindən qorusun ölkəmizə, cəmaatımızı. Və həmçinin şeyx söyləyir ki, o kəslər söyləyirlər ki, və innehu amil lil yahud. Subhanallah. Və kim ki boykot etmirsə, Snickers'i satırsa, kolanı satırsa, Starbucks'dan qəhvə alırsa, misal. Onlara deyirlər ki, siz Yahudilərin cəsususunuz. Bu cür də adlandırırlar. Yəni, qısaca əl-vələ vəl-bəradan görürsünüz. Şeyx buyurur ki, bu İxvanul Müsliminin yolundandır. Onlardandır. Hansı ki, batil hizbi bir cəmaatdır. İxvanul Müslimin hərəkatdır. Batil, xəbis. Allah onların şərrindən qorusun. Millətimizi, ölkəmizi, cəmaatımızı. Amin ya Rabbi. Və insanların ciblərində olanı ələ keçirmək istəyən bu mücrimlərin, günahkarların, cinayətkarların işidir, şeyx buyurur. Bu cür insanlara muamilə edən, la imanə lehu söyləyən, onlarda iman yoxdur. Onlar Yahudilərin cəsusudur. Belə bir sözlər işlədənlər, onlar deyir, insanların ciblərində olanları yiyələnmək istəyirlər. Və deyirlər ki, buradan alma, gəl bizdən al deyirlər. Həmin o şəxslər, hizbilər. Şeyx buyurur ki, ey qardaşım, Allahın Rəsulu Muhammed sallallahu aleyhi və səlləm kafirlərlə müamilə edirdi. Onlardan alış-veriş edirdi. Onlara nəsə satırdı, alırdı və hətta Peyğəmbər sallallahu aleyhi və səlləm onların yanında, Yahudinin yanında öz zirehini də girov qoyub arpa götürmüşdü, ərzaq götürmüşdü ondan. Və növbəti şeyx Arafat, Allah onu qorusun, misal olaraq Buxari və Müslim, rahiməhumallahın, Allah onların hər ikisinə rəhmət etsin, onların rəvayət etdikləri səhih hədisi gətirir. Hansı ki, sahabələr Sumamə radiyallahu anhunu əsir aldıqda, onu Peyğəmbər sallallahu aleyhi və səlləmin Məscid-i Nəbaviyyə gətirib, məscidin sütunlarının birinə bağlamışdılar. Yəni, belə bir cəza vermişlər ona. Məscidin sütununun birinə bağlamışlar. Peyğəmbər sallallahu aleyhi və səlləm hər gün Sumamənin radiyallahu anhunun yanından keçərək ondan soruşurdu. Nə düşünürsən? Ey Sumamə, fikrin nədir? Yəni, İslamı qəbul etmək istəyirdi Allah Rəsulu. O cavab verirdi. Sumamə radiyallahu anhu, ya Muhammed, əgər məni öldürsən, əli qana batmış olan birini öldürmüş olarsın. Əgər məndən pul istəyirsənsə, mal istəyirsənsə, sənə istədiyin qədər verərik. Sumamə radiyallahu belə cavab verir birinci gün. Şeyx buyurur ki, hədisin davamını gətirir. İkinci və üçüncü gün eyni sözləri Allah Rəsulu hər səfər onun yanından keçəndə Sumamə radiyallahu anhunu təkrar edir, söyləyir. Eyni ilə də Sumamə radiyallahu eyni sözləri təkrar edir. Yəni, İslama təslim olmur. Ancaq üçüncü gün
bu ifadəni Sumamə radiyallahu anhu əlavə edir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm yenə Sumamədən soruşanda ki, ey Sumamə, fikrin nədir, nə düşünürsən? Sumamə deyir ki, radiyallahu anhu, əgər bağışlasan, sanki, Şeyx Arafat deyir ki, sanki o bağışlanmaq istəyirdi, bağışlanmağını istəyirdi. Əgər bağışlasan, şükür edən birini bağışlamış olarsan. Bu ifadəni əlavə edir. Bunu eşidən Peyğəmbər sallallahu aleyhi və səlləm əmr edir ki, Sumaməni azad edin. Sumamə radiyallahu anhu azad olandan sonra sahabələr deyir, məsciddən çıxdılar, getdi, qüsul aldı və geri məscidə döndü. Və gələrək Sumamə görün nə söyləyir? Əşhədu an la ilahə illallah və əşhədu ənə Muhammədən abduhu və rasuluhu. Şəhadət kəlməsini gətirir. Sumamə radiyallahu anh. Artıq İslamı qəbul edir. Peyğəmbər sallallahu aleyhi ve sellem onu azad etdiyinə görə. Və sonra buyurur ki, Sumamə radiyallahu anhu, vallahi sən mənə insanların ən sevimlisi oldun, ey Allahın Rəsulu. Bunu söyləyəndən sonra Sumamə sahabilər buyurur ki, Məkkəyə getdi. Məkkə əhli Məkkəyə qaydanda, hansı ki öz yeri idi, öz vətəni idi, öz şəhəri idi. Məkkəyə qaydanda Sumamə radiyallahu anhunu Məkkə əhli müşriklər onu söyüb təhqir etmək istəyərək dedilər. Görün Sumaməyə nə dedilər? Ey Sumamə, sən Sabi mi olmusan? Ondan soruşdular. Sabi yəni dinindən dönənə deyilir. Yəni sən dinini mi dəyişdin? Yəni müsəlman mı olmusan? Sumamə radiyallahu anhu isə onlara belə cavab verir. Başqa digər bir rəvayətdə gəlir ki, xeyr, mən Allahın Rəsulu Muhammed sallallahu aleyhi və səlləm ilə birgə Allaha təslim olmuşam deyə cavab verir. Və Sumamə onlara nə deyir? Xeyr, sizə buğdanı kəsəcəyim. Yəni sizə icazə verməyəcəm ki, buğda gəlsin Məkkəyə. Yəqin ki, səlahiyyətli şəxsi idi Sumamə radiyallahu anhu. Buyurdu ki, sizə buğdanı kəsəcəm. İcazə verməyəcəm ki, sizə buğda gəlsin. Vallahi ki, Məkkəyə bir buğda dənəsi də gəlməyəcək. Sumamə deyir o müşriklərə. Məkkə müşriklərinə. Şeyx Arafat Hafizəhullah sual verir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Sumamənin bu sözünü, bu qərarını, buğdanı kəsəcəm, qərarını, yəni boykot edəcəm, sizə buğda verməyəcəm, qərarını təsdiq etdimi? Cavab budur ki, xeyr, təsdiq etmədi. Əksinə, bəzi rəvayətlərdə gəlib ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Sumamə radiyallahu anhuya dedi ki, belə etmə, ey Sumamə, belə etmə, yəni. Onlardan buğdanı, yəni kəsmə, verginə. Halbuki, şeyx buyurur ki, Məkkə əhli o zaman müsəlmanlara qarşı hərbiyyun, yəni müsəlmanlara hərb edirdilər, müharibə edirdilər, qanlarını axıdırdılar müsəlmanların, İslam düşmənləri idilər, yəni. Şeyx nəsiyyətinə davam edərək buyurur ki, ey qardaşım, əgər kafirlərlə tam əlaqəni kəssən, yəni boykot etsən, sən özün zərər çəkərsən. Sonra misal gətirir. Bax deyir, sürdüyün maşın Amerikanlıdır. Amerikan maşını sürürsən. İşlətdiyin telefon Amerikanlıdır. Onların telefonu işlədirsən. Amma yəni nə olub ki, sən düşmüsən, ancaq elə başlayırsan Starbucks. Onların kofələrini içmək olmaz, kola içməyin, kola satmayın. Bəs işlətdiyin telefon, sürdüyün maşın darfəhim. Şeyx buyurur ki, onların, o şəxslərin hansı ki, vəziyyəti göstərir ki, halı Allahın dini ilə oynayan kəzzəblərdir, onlar yalancılardır. Onlar yalancıdırlar. Allahın dini ilə oynayırlar. Kimisinin ki, ticarətdir, kimisinin ki, hizbilik yaratmaqdır, insanları parçalamaqdır, nifaq salmaqdır cəmaat içinə, öz başlarına. Və insanları da ən ağılsız və qafil olan kimi görürlər onlar. Yəni, deyirlər ki, insanlar siz ən ağılsızsınız və qafil olanlarısınız. Şeyx ümumi izah edir ki, yəni səndə qardaş heç nə yoxdur. Silah istəsən belə səndə yoxdur. Hardan alacaqsan? Silahı belə sən kənardan alırsan. Telefondur, maşındır, kompüterdir, hər şey sən kənardan gəlir. Boykot etsən, elə özün ziyanı uğrayacaqsan. Hər şey səndən kəssələr, qalacaqsan belə. Yəni, bu rəhbərin işidir, qardaş. Sənin, mənim işim deyil, yəni. Bu ölkə başçısının işidir. Sələfimiz nə deyir? Sələfimiz nə deyir? Bu barədə elhamdülillah elm əhli danışıb. Ölkəmizdə də danışıblar. Allah onlardan razı olsun. Alimlərimiz də danışıblar. Qardaş,
Belə bir halda ölkə başçısını dinləməliyik. Baxmalıyıq, nə nəsihət edir? Əgər ölkə başçımız nəsihət etsə ki, bəli, satma, satmayacağıq. Alma, almayacağıq. Yoxsa sən öz başına indi nəsə hissinə qapılmısan, düşmüsən. Yaxşı, özün əlaqəni kəsirsən, almaq istəmirsən, qardaş, alma. Satmaq da istəmirsən, satma. Amma düşüb cəmaatı əl-vələ vəl-bəradan görərək səndə la imanə ləhu, la imanə ləkə, səndə iman yoxdur, qardaş, sən nə bilim cəsussan, nəsən, satdınsa sən şeytansan, nəsən. Belə, yəni belə olmaz. Şeyx buyurur ki, ümumən biz qəriblikdəyik. İslam qərib olaraq başlayıb və qərib də bitəcək. Bilginən ki, yəni biz qəriblik içindəyik. Buna görə də əhlüsünnə bilməlidir ki, onlar qəriblikdədirlər. Şeyx izah edir, qərib elə bir kəsdir ki, sanki o tək tənhadır. Heç kimi tanımayan, yəni heç kim ya onu tanımır, ya da heç kimi tanımır. Müsafir kimidir? Səfər edib, o müsafirin halı kimidir? Qəribin halı. Bu qəribliyin misalıdır, şeyx buyurur. Hətta qərib izah edir ki, öz evində də qəribdir. Ailəndə də qəribdir, cəmiyyətin içində də qəribdir. Bax, qadağan olunan nə qədər mülkərlər var, şirk əməllər var, xurafatlar var, günahlar var. Bəzən inkar edə bilmirsən. Qəribsən. İnkar edə bilmirsən. Və yekun olaraq bu zərər verə bilər. Müqatiyə, boykot etmək. Hətta bax deyə dərmanlara misal gətirir. Nəsihətin sonunda. Bax deyə dərmanlara, məsələn insulin. İnsulin belə. Əgər biz deyir insulin istəsək, xəstələrimizə dərman verin deməliyik, qardaş. Deməli ki, bizim xəstələrimizə insulin verin, dərman verin. İnsulin belə səndə yoxdur. Qıraqdan istəyəcəksən. Boykot elə. İndi dərmanı da boykot elə. Əgər əlaqələri tam kəsərək boykot etsək, ola bilsin ki, özümüz zərər çəkərik. Yekun olaraq şeyxin sözü burada bitdi. Allah ondan razı olsun, ömrünə bərəkət versin. Bizləri də ondan faydalanmağı nəsib etsin. Yekun olaraq, əziz qardaşlar, belə kəsləri dinləmək məsləhət deyil. Belə kəsləri dinləmək, onlara yaxın olmaq, bu böyük bir məsələdir. Heç də bir, yəni asan bir şey deyil, yüngül bir məsələ deyil ki, yəni durub sən danışasan, filan şeyi satma, bəhman şeyi alma, boykot elə, nətər olur, bunun filan şeyi aldın, verdiyin pul gedir, bilirsən hara, danışanlar var, doludur, yəni sosial şəbəkələr. Sənin verdiyin pul getdi hara, onunla da nəyəm atdılar filan kəsi, nəyəm, neynədilər. Qardaş, dinini öyrən, dinini öyrən. Dinini öyrən, sənə dinin öyrədəcək ki, əmr sahibinə itaət elə, rəhbərinə itaət elə. Heç də o şəxslərə qulaq asma, aynən 1000 dənə şey qoşurlar, nələr bağlayırlar müsəlmanlara. Başladı rəhbər. Bəs nə rəhbər? İtaət etməliyik. Din bizə bunu əmr edir. Asiliyi çıxmaq şərti ilə itaət etməliyik. Yəni rəhbərə itaət etmək bizim dinimizdəndir. Nə ki, asiliyi bizə əmr etmir, biz ona itaət edəcəyik. Bu işdə əmrin ixtiyarındadır. Bizə desə əlaqəni kəsin, kəsəcəyik. Nə qədər kəsmə deyib satılır. Sən yenə də şeyxin dediyi ki, sən özün satırsan, satmırsan, satma da qardaş. Əlaqəni kəsirsən, kəs. Amma düşüb də insanların canına düşmə bundan. Barakallahu fikum. Sonda özümə və sizlərə Allahdan istəyirəm ki, Allah Subhanahu taala bizləri əməllərimizdə ixlaslı olmağı müvəffəq etsin. Çünki əməlin qəbul olmasından ötürü ən birinci şərt ixlasdır. Və Allahdan istəyirik ki, Allah Subhanahu taala bu tərcüməni xeyirli, bərəkətli eləsin və ixlaslı olaraq yazsın ki, bundan özüm və sizlər hamı faydalansın. Sonda müvəffəqiyyət Allahdandır. Subhanakallahumma və bihamdik, əşhədu an la ilahə illə ent, əstəğfiruka və etûbü ileyk.